Məməzlərim, necəsiz? Biz həmişə yumurtanın sarısını işlədirik və yumurtanın ağı ilə nə eləyə bilmirik. Daha çox adi bir merenga hazırlayırıq, amma mən düşündüm ki, bu səfər fərqli bir şey hazırlayayım. Bizdə burada çərəzdir. Çərəz hansından var, ondan istifadə edə bilərsiniz. Fındıq, qoz, fıstıq, badam, zövqə görə, hətta arahis istifadə edə bilərsiniz. Məndə mərcandır, amma siz kişmiş istifadə edə bilərsiniz. Şokolad ağ olsun, südlü olsun, fərqi yoxdur zövqə görə. Vanil daha yaxşı, toz vanili olsaydı, məndə yoxdur. Mən bunu işlədəcəm. Мы чаще всего не знаем, что нам делать с белками. И вот я придумала новый вид десерта. Все продукты, которые я использую, вы можете заменить смело другими. Yumurtanın ağı, limon buzu, белок и лимонная кислота. Nə qədər çalırıq до образования пенки. Образовалась пенка и добавляем сахарную пудру. Köpük əmələ gələndən sonra şəkər pudrası. 6-7 dəqiqə çalınandan sonra görürsünüz qatlığını. Мои дорогие, до пиков 6-7 минут взбиваем. Добавляем эссенцию, капелюшечку. Желательно, конечно, ванильная pudra. Məməzlərim, vanil pudrası daha uyğun olardı. Essensiya qatdım. Sonra bizdə mərcan, kişmişlə əvəz edə bilərsiniz. Şokolad və çörək. И аккуратненько это все помешиваем. И выкладываем это на пергаментную бумагу. Пергамент kağızı məməzlərim şərtdə. Придадим небольшую форму, biraz formaya salaq. Это biraz yatızdırabilərsiniz. Можно немножечко приплюшить. Sobanı öncədən qızdırırıq. 170 dərəcə yuxarı aşağı konveksiyasız 5 dəqiqə, 6 dəqiqə bişiririk və 2 saat sobanı açmırıq. Девочки, разогреваем духовку 170 градусов 5-6 минут, выпекаем, выключаем и духовку 2 часа не открываем. Məməzlərim artıq hazırdır. Amma bir şey var, tövsiyə edərdim. Məndə görürsünüz böyükdür. Siz ölçüləri balaca edin. Və ikinci tövsiyə 160 dərəcəyə qoyun. Əgər istəmirsinizsə, üstü saralsın. Девочки, в принципе, печенье у меня удались. Но я хочу отметить, ставьте на 160 градусов на 5 минут и сделайте печенье меньше размером, чем у меня. А так они очень вкусно получились, вот, честное слово.